Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin kollegiyası avtomobil nəqliyyat xidməti haqqında müqavilənin bağlanılması üçün müntəzəm marşrutlar üzrə avtomobil nəqliyyat xidməti göstərəcək avtomobil nəqliyyatı vasitələrinə dair tələbləri təsdiqləyib. Unikal xəbər verir ki, bununla bağlı nazir Rəşad Nəbiyev yeni qərar imzalayıb. Qərara əsasən bu tələblər Bakı, Sumqayıt, Gəncə, Naxçıvan, Xankəndi şəhərlərinin, Abşeron, Ağdam, Şuşa, Laçın rayonlarının inzibati ərazilərində avtomobil nəqliyyat vasitələri ilə müntəzəm sərnişin daşınmalarını həyata keçirən daşıyıcılarla avtomobil nəqliyyat xidməti haqqında müqavilənin bağlanması üçün müntəzəm marşrutlar üzrə avtomobil nəqliyyat xidməti göstərəcək avtomobil nəqliyyat vasitələrinə dair tələblər müəyyən edir. Belə ki, avtomobil nəqliyyatı vasitələri əsasən bu tələblərə cavab verməlidir. Gediş haqqının elektron qaydada ödənilməsi üçün nəzərdə tutulmuş ödəniş alətinə malik olmalıdır. Sərnişin sayğacına avtomobil nəqliyyatı vasitələrinə minən və düşən sərnişinlərin avtomatik sayılmasını həyata keçirən qurğu malik olmalıdır. Sıxılmış təbii qazla işləyən mühərriklə elektrik mühərriki ilə təchiz edilmiş avtomobil nəqliyyatı vasitələrinin yürüş həddi 1,2 milyon kilometrdən artıq olmamalıdır. Dövlət qeydiyyat şəhadətnaməsində göstərilən buraxılış tarixindən 15 ildən artıq müddət keçməməlidir. Elektrik mühərriki ilə təchiz edilmiş avtomobil nəqliyyat vasitələrinin təkrar doldurula bilən və ya əvəz oluna bilən batareyalarla təmin olunmalıdır. Bu qərar 2026-cı ilin yanvarın 1-dən qüvvəyə minəcək.